Bahar allergiyaları, yaz dövrü ilə bağlı bəzi allergik xəstəliklərin kəskinləşmə periodundayıq. Belə ki, yaz dövründə ən çox kəskinləşən allergiyalardan allergik rinit, bronxial asma atakları, atopik dermatit, ekzema kimi xronik dəri allergik problemləri yaz dövründə artmışdır. Bundan başqa allergik konjunktivit kimi gözdə sulanma, qaşınma, qızarma kimi şikayətlər də bu mövsümdə çoxalmağa başlamışdır. Bəs bunun qarşısını almaq üçün nə etməliyik? Birinci növbədə mütləq yaz dövrü kəskinləşmələri zamanı edə biləcəyimiz hər hansı bir müalicə və prosedurlara görə həkimə müraciət etməliyik və ehtiyac halında bəzi analizlər və testlərdən keçdikdən sonra qoruyucu müalicə və müalicəvi hər hansı bir dərman preparatının istifadəsinə ehtiyac varmı müəyyən edəcəyik. Belə ki, əsas əlamətlərdən ard-arda askırmalar, burnunda sulanma, qaşınma, qızarıqlıq kimi hallar, gözdə sulanma, qaşınma, iltihablanma kimi hallar, xüsusilə də tozla təmasdan sonra bitki tozu, ağac tozu, adi toz, günəş şüası ilə təmasdan sonra gözdə sulanma, qaşınma, askırmaların yaranması sizdə allergiyanın və uşaqda allergiyanın ola biləcəyini göstərir və yaz fəslində, xüsusən də uşaqlarda hərəkət zamanı tutan təngi nəfəslik, boğucu öskürəklərin olması, eyni zamanda uşağın gecə yuxu zamanı yuxudan boğucu öskürəklə oyanması uşaqda allergik öskürəklərin və bronxial asmanın kəskinləşmə dövrünün yaşandığını göstərir. Odur ki, yazın gəlişi ilə əlaqədar evladınızda bu şikayətlər də artıq başlamışdırsa, artmışdırsa, mütləq həkimə müraciət etməlisiniz və allergik dəri problemlərinin qırmızı övrə tərzi səpkilərin, köpəşmiş, gicitgən dalyar tərzdə qaşınan səpkilərin olması da uşaqda allergik xronik övrə probleminin ola biləcəyini düşündürməli və bu şikayətlərlə mütləq həkimə müraciət etməlisiniz. Çünki allergik problemlər bir-birini əvəz edir. Yəni allergik rinit asmaya çevrilə bilir, atopik dermatit, allergik övrə xəstəliyi asmaya çevrilə bilir ki, burada ağırlaşmalar ola bilər. Odur ki, uşağınızda allergik problem hiss edirsinizsə, bu problemin irəliləməməsi üçün, ağırlaşmaması üçün zamanında həkim müayinəsi və diaqnozun dəqiqləşdirilməsi vacibdir.